asırlar bayraq, gəlirlər. Yox, Adam belə də öz qorxur. başlanıq Allah olmaz hamd da olsun, şəhərin evdə tək mərkəzində. qoyub girməyə qorxur adam. Ki, bu narkomanların əlindən. Belə şey olmaz axı. Bir gəlsin nəzərə alsın da bizi də. Bir insafı olsun da. Da biz neyniyik ona? İstəyirəm, biz həmin o qaz sızan momenti, o bərpa olunandan sonra o şirkətlə əlaqə saxladı, bizim bir qohum var, o əlaqə saxladı. Dedi ki, gəlin bəs buranı abadlaşdırın da, o turbalar zatlar qaz buraxır. Sabah bir şey olsa nə olacaq? Həyat zibillidir. Dedi gəlib eləyəcəyəm. O gələcəyəm, bu gələcəyəm, paşdı ay yarımdır, hələ ortada yoxdur. Yox, o buranı elə bir xaraba O günə buranı qoyulub ki, təmizləyəndir, gör nə gündədir buralar. Mümkün də bura. Onlar nə fikirləşirlər, məqsədləri nədir biz bilmirik. Qardaş gəlin bizi köçürdün, sonra qoyun darvazozu oradan. Nə vaxt sökərsiniz, nə vaxt tikərsiniz. Hə bəli, şirkət Nurgün şirkəti, bəli. Gəlin bizi köçürdün, 4 dənə ailədir də burada. Gəlin köçürdün bizi, qoy o qapı var, 4-5 dənə ailədir. Köçürdün bizi, qapını qoy ora, sənə başqa etsə lazımdır. Qapını qoy bağlı, füsyo. Sonra özün bilərsən, nə istəyirsən elə, nə vaxt istəyirsən sök, nə vaxt istəyirsən tik. Bizdə 110 kvadrat. Opşi 410. 410, bəli. 3000-dən də rahat. 3000-dən də 1 milyon 200 min pul eləyir də. 1 milyon 200. Bəli, əlbəttə razıyıq. Neyniyək? Neyniyək? Bu bitdə körpələr yaşamaqdansa əlbəttə razıyıq. Gəlsinlər, versinlər, sağ gedək də. Dövlət özü pul qoyub da. Elə bizdən bir tin o yana qədirli tərəfə. Hamımız xəstə adamlarıq, biz də bir 5 gün görək, neyniyək? Nə qədər deyirik, gəlirlər, adamı ələ salırlar, gedirlər, belə şey Hə, olar. elə bir ki, Bugün uşaqdadır gələcək, onlar. sabah gələcək, bugün gələcək, sabah Yox, gələcək. bu insan nə qədər yalan danışır, bu şirkət nə qədər yalan danışır. Bir dəfə, iki Yəni ki, bu dəfə, 30 ildə bir yalan qalıb ki, bu danışmasın. 30 ildə yalan qalmayıb, qardaş. Bu insan danışa-danışa burada bina da tikir, burada bağça da tikir, burada məndən əyləncə mərkəzi də salır. Hamısı danışa-danışa. Heç kim inanmır bura belə. Göz qabağında bax budur da. Göstərəndə bilirlər ki, o burada oradan qalıb. Elə bilirlər bura sökülüb, burada bina var. Yasamal rayon icra hakimiyyətinə gəlsən, Nurgün şirkətinə aiddir ora. Hələ Bakı icra hakimiyyətinə gəlsən, Eldar müəllim köməkçiləri deyir ki, ora Nurgün şirkətinə ayrılır. Şəhər salma arxitektura komitəsinə gəlsən, deyir ora Nurgün şirkətinə aiddir. Fövqəladə hallara gelmişik, deyir ora Nurgün şirkətinə aiddir. Başa düşmürəm, bu Nurgün şirkəti bu dövlətin içində bir adlı elli dövlətdir. Başa düşmürəm, bu dövlət qurumları bu Nurgün şirkətinə bir gücü çatıb demir ki ya, ay qardaş, gel 10 da ailə, 10 dənə ailə köçürmüş orada, 4 dənə 5 dənə ailə qalıb orada qəzalı vəziyyətdə. Bir Fatda Evimin Cabir oğlu. Nova